Salam hörmətli izləyicilər, aktual gündəm efirdədir. Artıq bir neçə gündür ki, əhv məsələləri üzrə komissiyanın iclasları gedir. Biz bugün efirimizdə əhv məsələləri ilə bağlı və o cümlədən ölkə həbsxanalarındakı vəziyyətlə bağlı danışacağıq. Qonağımız tanınmış hüquqşünas, Prezident yanında əhv komissiyasının üzvü, Daxili İşlər Nazirliyinin yanında İctimai Şuranın sədri Əli-Məmməd Nuriyyədir. Əli-Məmməd müəllim, xoş gəlmisiniz. Salam, xoş gördük sizi. Bizim hörmətli tamaşaçılarımızı da salamlayıram. Əli-Məmməd müəllim, əhv komissiyasının iclasları başlayıb, artıq gedir. Azadlığa çıxmaq üçün ən çox kimlər müraciət edir və komissiyaya bu ərizələrə baxarkən hansı meyarlara əsas götürür? Məhkum olunmuş hər bir kəs, əgər azadlıqdan məhrum etməklə cəza çəkilir, onlar hamısı azadlığa can atırlar. Yəni demək olar ki, 90%, 10% istisna ola bilər, bəli. Ona görə və eyni zamanda əfv üçün müraciət hüququna da hər kəs açıq olduğu üçün belə bir müraciət edə bilər. Bütün kateqoriyadan cinayət etmiş şəxslər əfv üçün müraciət ediblər və etməkdə davam edirlər. Yəni, istər əvvəlki əfv sərəncamlarında biz onu gördük. Eyni zamanda bugün artıq 3-cü iclasımız başa çatıb. Əhv komissiyası iclaslarını biz görürük. Yəni, müxtəlif kateqoriyadan cinayət etmiş şəxslər əfv üçün müraciət edirlər. Əfv fərdi bir müraciət formasıdır və bunun üçün müraciət edir həm məhkumların özləri, onların nümayəndələri, vəkilləri müraciət edirlər. Amma eyni zamanda təkcə onlar yox, digər bir neçə təsisat da var ki, onlar ayrı məhkumların əfv olması ilə bağlı vəsatət qaldıra bilərlər. Bunlar yerli beynəlxalq qeyri-hökumət təşkilatlarıdır, ombudsmandır, Milli Məclisin deputatlarıdır və Penitensiar Xidmətinin administrasiyasının rəhbərliyidir. Qaldırırlar mı onlar? Müraciətlər olur mu onlar tərəfindən? Bütün subyektlər tərəfindən müraciətlər var. İstisnasız olaraq hər kəs tərəfindən olur, bir müraciətlər olur. Və siz hansı meyarlara əsas götürürsünüz əhvlə bağlı? Əhv hüququ cəmiyyət, dövlət və vətəndaş arasında dialoqun bir formasıdır. Və əhv hüququ əhv həm də humanizmin, mərhəmətin bir təcəssümü edən formalarından biridir. Və Azərbaycan Konstitusiyasında Cənab Prezidentin əhv hüququ qeyd olunmuşdur. Və bu Cənab Prezidentə məxsus olan müstəsna konstitusiyon hüquqdur. Əhv komissiyasında müraciət etmiş şəxslərlə bağlı, məhkumlarla bağlı və məhkumların müraciətləri ilə bağlı hər şeydən əvvəl 3 mühüm belə əsasa söykənən o fundamental prinsip var. Bu nədir? Burada cəmiyyət, dövlət, məhkum, zərər çəkmiş şəxsin ortaq maraqları arasında tarazlığın tanınmasıdır. Hər şeydən əvvəl. Çünki istənilən əhv sərəncamı cəmiyyətə mesajdır. Biz nə istəyirik, nə veririk? Heç şübhəsiz ki, müraciət edilən şəxslərlə bağlı hər bir cinayət fərqli olduğu üçün hər bir şəxsin müraciətində bir fərqli yanaşmalar vardır. Amma ümumi bir meyarları vardır ki, bu da nədir? Şəxs hansı cinayət edib? Bu cinayətin ictimai təhlükəlilik dərəcəsi necədir? Bu şəxs bu cinayəti edəndən sonra onun davranışı necədir? Və özünü cəza çəkmə müəssisələrində və cəza çəkərkən necə aparır? Bir peşmançılıq varmı? Bir geriyə qayıdış varmı? Özünü daha və yaxud da ki, zərər çəkmiş şəxsin münasibətləri necə olub? Bu barışıq varmı? Və yaxud da ki, ziyan ödənilmişmi? Ziyanın ödənilməsində əhəmiyyətli, belə deyək ki, nümunələr varmı? Və yaxud da ki, o şəxsin sağlamlıq vəziyyəti, ailə vəziyyəti bütövlükdə, xəstəliyi, eyni zamanda cəzanın hansı müddətini çəkmişdir? Bunlar da çox vacib olan şəxslərdir. Yaş məsələsini nəzərə alır. Yaş, eyni zamanda yaşı, həmçinin onun dövlət və cəmiyyət qarşısında belə deyək, xidmətləri varmı? Bunlar da nəzərə alınır. Əlbəttə ki, bütün bunlar kimlər əhv olunmur? Bunlar belə deyək, diqqətə alınır və müvafiq şəxslər müraciətləri ilə bağlı səsvermə keçirilir. Səslər nəticəsində müvafiq rəyin hazırlanması barədə qərar qəbul olunur. Bu Cənab Prezidentə təqdim olunur və Cənab Prezident tərəfindən son qəti qərar qəbul olunur. Kimlər əhv edilmir? Yəni siz baxırsınız. Bilirsiniz, elə deyirəm, əgər hər hansı siz hər konkret həyat hekayələrini görürsünüz də, hər bir iradəsi bir həyat hekayəsidir. Hər bir hekayələrini görürük, siz qeyd etdiyiniz kimi.
Amma xüsusilə ağır cinayət etmiş şəxslər, amma xüsusi amansızlıqla cinayət etmiş şəxslər var. Eyni zamanda terror aktları törətmiş şəxslər var. Cəmiyyət üçün son dərəcə təhlükəli olan şəxslər var ki, onların azadlığa çıxması istər-istəməz həm kriminogen vəziyyətə mənfi təsir göstərə bilər, həm də eyni zamanda cəmiyyət tərəfindən birmənalı qarşılana bilməz. Bu məsələlər əlbəttə ki, komissiyasının qərarlarında nəzərə alınan hallardır. Və eyni zamanda burada zərər çəkmiş şəxsin mövqeyi məsələsi də vardır, çox vacib məsələdir. Əgər bir şəxs belə deyək ki, bəli, bir şəxs əgər belə amansız qətillər törədirsə, çox xüsusi amansızla qətillər törədirsə, bax bu məsələlər. Eyni zamanda tutaq ki, cəmiyyətin ictimai əxlaqa belə zidd geniş miqyaslı fəaliyyətlər edib, məsələn, zorakılıq edib, zorlama proseslərində iştirak edib, bunu necə qarşılayır cəmiyyət məsələsi? Heç şübhəsiz bu məsələlər hamısı qiymətləndirmə olur və quldurluq, uzun müddət belə deyək ki, cinayətkar dəstə yaradıb, terrorizmlə məşğuldur, vətənə xəyanət edib. Narkotik maddələrin qanunsuz dövrəsi. Təsəvvür edin ki, bəzi hallarda 10-15 kiloqram və ya hətta 50 kiloqram çoxlu belə özdə bunlar hardan gəlir? Xaricdən ən çox da cənub qonşularımız tərəfindən elə bil ki, Azərbaycana qarşı bir belə deyək ki, bir tiryək müharibəsi, belə deyək. Narkotik bir müharibəsi. Təbiidir. Sərhəd dövlətidir. Ona görə oradan bu heç şübhəsiz ki, və cəmiyyətimizin övladlarımızı zəhərləyir. Bu nə qədər insanın həyatına son qoyur, nə qədər insanın həyatını zəhərləyir. Narkotacirlərə narkobarondur, narkotacirdir. Cinayətkar, şəkli cinayətkar dəstə yaratmışdır. Bunlar əlbəttə ki, diqqətli məsələlərdə əlbəttə ki, hər kəs yenə deyirəm ki, şəxsi münasibətini bildirməlidir bu məsələdə. Bilirsiniz, indiyə qədər əfv sərəncamları hər zaman cəmiyyət tərəfindən alqışlanmışdır. Müsbət qarşılanır, pozitiv qarşılanır və eyni zamanda əfv olunmuş şəxslərin yalnız 0,0 neçə faizi yenidən cinayət etməsi ilə bağlı məsələlər var. Yəni burada təsəvvür edin ki, seçim doğru olur. Bu seçim doğru. Bu da həm də seçimin doğru olması və cənab prezident tərəfindən seçimin çox yüksək səviyyədə, yüksək keyfiyyətlə həyata keçirilməsinin nümunəsidir. Ona görə bu məsələ diqqət yetirilən məsələlərdir. Digər məsələn, hüquq müdafiəçiləri adından bəzi siyahılar da mətbuata açıqlamalarında bildirirlər ki, bəzi şəxslərin əfv olunması ilə bağlı prezidentə müraciət ediblər müəyyən siyahılarla. Belə bir siyahılar sizə daxil olur mu? Zaman-zaman hüquq müdafiəçiləri tərəfindən müraciətlər olunur. Biz axı orada qeyd etdik. İstənilən məhkumla bağlı, Məiyyət Məhkumlar Qrupu ilə bağlı yerli beynəlxalq qeyri-hökumət təşkilatları müraciət edə bilərlər əfv üçün müraciət. Vəsatət qaldıra bilərlər, daha doğrusu. Belə vəsatətlər olur və olmaqda da davam edir burada. Amma bütün hallarda bizim üçün hər şeydən əvvəl Azərbaycan Konstitusiyası, qanunvericiliyi hər kəsin qanun qarşısında bərabərlik principidir. Kimin aktiv, kimin pasiv, kimin faal, qeyri-faal olması məsələsi deyil. Hər şeydən ötürü edilən həmin şəxs tərəfindən hansı cinayət edilib və bu cinayət nə qədər ictimai maraqlara ziyan vurub, dövlət maraqlarına, vətəndaşa. Bunlar nəzərə alınan məsələlərdir və nə dərəcədə bu təhlükəlilik dərəcəsi məsələsidir. Ona görə buna uyğun olaraq qiymətləndirmə aparılır. Biz maraqlı məqamlara toxunduq bu əfvlə bağlı. Yəni sərəncamı əfv komissiyasının ki, istər-istəməz ölkədə bu pensiya sistemlə bağlı bəzi məsələləri də gündəmə gətirir, həbsxanalardakı vəziyyətlə bağlı. Mən nəyi nəzərdə tuturam? Ombudsman, insan məsələləri və insan haqları ilə bağlı Ombudsmanın Milli Məclisə son hesabatı oldu və bu hesabat açıqlandı. Yəni tanışsınız hesabatla. Bəli, o hesabatın müzakirəsində iştirak etmişəm. Orada məsələn mənim diqqətimi çəkən bir məqam nə oldu? Ombudsmanın hesabatda bildirir ki, ağır xəstəliklərdən əziyyət çəkən məhkumların ölümü artıb türmələrdə, həbsxanalarda. Belə bir açıqlama oldu və konkret rəqəm də göstərdi ki, 2022-2023-cü illərdə 320 məhbus vəfat edib. Səbinə xanım deyir ki, ağır xəstə olan məhbusların azad olunması üçün müraciət imkanlarına qadağalar var. Ki, onlar hansısa prokuratik sənədlərə görə xəstə olaraq azadlığa çıxmaqla bağlı müraciət edə bilmirlər. Belə qadağalar nə üçün varmı, saxlanılır və onu ləğv etmək üçün nə etmək lazımdır? Bilirsiniz, Azərbaycan Səhiyyə Nazirliyi tərəfindən ağır xəstəliklərin siyahısı müəyyənləşdirilmişdir. Əgər məhkumlar həmin xəstəliyə mübtəla olmuşdursa, həmin xəstəliklə bağlı şəhadətləndirmə aparılır və xüsusi həkim ekspert komissiyası təşkil olunur, şəhadətləndirmə aparılır. Bunun nəticədə rəy hazırlanır. Əgər o siyahıda müəyyən edilmiş xəstəliklərə uyğundursa, həmin xəstəliklərin sayı çoxdur orada.
çox müxtəlif istiqamətlər, xəstəliklər var. Burada xərçəng xəstəlikləri ilə bağlı var, tənəffüs xəstəlikləri ilə bağlı var, endokrinoloji xəstəliklərlə bağlı. Yəni çox böyük bir sahədir. Bu rəqəm göstərir ki, siz böyük rəqəmdir. Bir dənə icazə ver deyəcəm sizə. Bu xəstəliklər üçün və həkim konsilium qərar qəbul edir, ekspert komissiyası. Ekspert komissiyasının qərarı məhkəməyə göndərilir. Məhkəmə qərar qəbul edir. Şəxslərin, məhkumların cəzadan azad edilməsi ilə bağlı. Onu nə cəza çəkmə müəssisəsi, nə Ədliyyə Nazirliyinin digər qurumlar qəbul edə bilməz həmin şəxsin azad edilməsi. Bu qanuni boşluq var hesab edirəm. Mən qanuni boşluğu hesab etmirəm. Sadəcə olaraq ola bilsin ki, bilirsiniz, hər şeydən əvvəl o parametrlərə uyğun olmalıdır xəstəlik. Mən qeyd edim, indi bu cəza çəkmə müəssisələrində artıq 25 mindən artıq şəxs bu gün cəza çəkmə müəssisələri və istintaq təhqiqatlarındadır. Bu toxunacaq məsələdir. Burada bunlar cəmiyyətdə xəstəliklər var, xəstəliklərdən vəfat edənlər var. Bu da belədir. İndi hər hansı cəza çəkmə müəssisəsində bir xəstə, hər hansı bir məhkum əgər vəfat edibsə, bu bütün hallarda o deməkdir ki, həmin xəstə mütləq və mütləq cəzadan azad edilməlidir. Bu xəstəlik, ağır xəstəliklər var. Ağır xəstəliklər cəmiyyətimizdə də var, orada da var. Ona görə bu məsələlər çatımlıq var. O ki qaldı, əlbəttə ki, mən qeyd edim, burada ola bilsin ki, proseduraları biraz sadələşdirmək lazımdır. Ola bilsin bundan bağlı məsələlərə diqqət yetirmək lazımdır. Özüm hörmətli ombudsman tərəfindən çox maraqlı və əhəmiyyətli təkliflər qaldırılır və bu təkliflər artıq hökumətə yönəlmiş təkliflərdir, parlamentə yönəlmiş təkliflərdir. Eyni zamanda qanunvericilikdə müvafiq dəyişikliklər edilməsi yarada biləcək təkliflərdir. Güman edirəm ki, o təkliflərə baxılacaqdır. Baxılar. Və mən bəs burada amma bu günləri mən onu deyim ki, bu günləri cəza çəkmə müəssisələri 10 il, 15 il, hətta 5 il bundan əvvəlki vəziyyətdən qat-qat yaxşıdır. Bu günləri cəza çəkmə müəssisələrində sıxlıq vardır. Amma bu sıxlığın azaldılması istiqamətində Azərbaycan dövləti hökuməti tərəfindən, prezident tərəfindən xüsusi göstərilir və yeni cəza çəkmə müəssisələri tikilir. Artıq ötən il bu səbəbdən qayıtmaq sualına sizə verəcəydim. Abzazdan qeyd elədiniz ki, həbsxanalarda 24-25 mindən çox məhbus var və bir sıra ekspertlər, o cümlədən bildirirlər ki, bu həbsxanalarda sıxlıq müşahidə olunur. Məsələn, deputat Zahid Oruc da son parlament seçilməsində qaldırdı ki, burada sıxlıq var və yəni Azərbaycan hökuməti, Azərbaycan prezidenti, ümumiyyətlə qanunvericiliyin cəzaların humanistləşdirilməsi ilə bağlı addımlar atılır və bu zaman-zaman edilir. Bu baxımdan məhbus sayının azaldılması üçün sizcə hansı işlər görülməlidir? Burada çıxış yolu nədir? Yeni həbsxanalar tikməkmi, yoxsa bir mənəvi bir bunun yolu var? Məsələ burasında bunun bir neçə həlli yollar, alternativ yolları var. Məsələ burasındadır. Bu hər şeydən əvvəl Cənab Prezident tərəfindən 10 fevral 2017-ci ildə cəza sistemi müasirləşdirilməsi ilə bağlı mühüm bir sərəncam olmuşdur. O sərəncam çox geniş bir adıma aiddir, sadəcə olaraq qısa bilim. Və orada Cənab Prezident tərəfindən göstəriş olmuşdur ki, cəza təyin edərkən azadlıqla məhrum etmə ilə əlaqədar olmayan cəza təyin etmə məsələsinə diqqət yetirsinlər məhkəmələr tərəfindən. Eyni zamanda prosessual məcbur etmə tədbirləri olun, qəti imkan tədbirləri seçərkən çalışmaq lazımdır ki, həbs qəti imkan tədbirinin ən zərurət olduğu hallarda seçilsin. Və bundan dərhal sonra, bu sərəncamdan sonra cəza çəkmə müəssisələrində bu azadlıqla məhrum etmə cəzasının tətbiq edilməsi 25%-ə qədər azaldı təxminən. Eyni zamanda bir o qədər də həbs qəti imkan tədbirinin seçilməsi faizi azaldırdı. Xüsusilə ağır və xüsusilə ağır cinayətlərə görə cinayət təqibinə məruz qalmış şəxslər barəsində daha çox həbs qəti imkan tədbirləri seçilirdi və yaxud da ki, xüsusilə ağır cinayət etmiş şəxslərlə bağlı daha çox azadlıqla məhrum etmə cəzası təyin edilir. Bu da başa düşüləndir, çünki onların etdiyi cinayət əməli ictimai təhlükəlidir. Amma həmçinin daha sonra Cənab Prezident 3 aprel 2019-cu ildə məhkəmə hüquq islahatlarının gücləndirilməsi ilə bağlı bir fərman imzaladı. Orada da humanizm siyasətinin, cəza siyasətinin humanistləşdirilməsi qırmızı xətt kimi gözləyir. Yəni orada da yenə də, hətta bu müddət ərzində, ötən müddət ərzində 2017-2019-cu illərdə, 20-ci illərdə daha sonra cinayət məcəlləsində bir sıra maddələrdə dəyişikliklər baş verdi. Və bəzi maddələr dekriminallaşdırıldı. Yəni cinayət məsuliyyəti aradan qaldırıldı. Bəzi maddələrdə cəza sanksiyalar azaldıldı. Bu da heç şübhəsiz ki, təsir göstərən faktorlardan biridir. Amma mən bugün də düşünürəm ki, bu qənaətdir. Bu, yəni bir tərəfdə
cinayətkarlığa qarşı mübarizə effektli, səmərəli bir aparılması prosesi daha da genişlənir bu. İkinci tərəfdən, məsələn, ondan bura biz məhkəmələr tərəfindən cəza təyin edilərkən məhz humanizm prinsiplərinin daha üstün, belə deyək, bu prinsiplərə daha geniş miqyasda diqqət yetirilməsi və üçüncü başqa istiqamət ondan ibarət yaxşı şəxs məhkum olundu. Hər şeydən əvvəl mütəmadi olaraq cəza çəkmə məsələlərinin yükünün azaldılması istiqamətində fəaliyyətlər gelişdirilməlidir. Bir tərəfdə əgər şəxs məhkum olubsa, onun üçün adekvat şəraitin yaradılması çox vacib məsələdir. Bugün Azərbaycan hökuməti tərəfindən penitensiar xidmət, Ədliyyə Nazirliyi penitensiar xidmətləri bu məsələ yüksək səviyyədə həyata keçirməyə çalışılır və buna uğurlu nəticələr də vardır. Nəticələr nədir? İstərdim cəmiyyətimiz bunu da görsün. Bu günləri cəza çəkmə müəssisələrinin böyük yeni cəza çəkmə müəssisələri istifadəyə verildi. Bilirsiniz, Lənkəranda penitensiar müəssisə, bu hibrid cəza çəkmə müəssisəsidir. Sonra Bakı cəza çəkmə müəssisəsi, orada hibrid. İndi onu izah edəcəm nədən ibarətdir. Və eyni zamanda daha əvvəl Şəkidə və Naxçıvanda olmuşdu. Eyni zamanda Bakı İstintaq Tədqiqatxanası yenidən tikilmişdi. Sonra 3 qadınlar üçün cəza çəkmə müəssisəsi yenidən, uşaqlar üçün saxlama müəssisəsi, tərbiyə müəssisəsi yenidən tam yeni tikildi və istifadəyə verilib. Yəni bu istiqamətdə hal-hazırda Gəncədə artıq başa çatma üstüdədir. Yəni bu cəza çəkmə infrastrukturunun yaxşılaşdırılması istiqamətində addımlar. Eyni zamanda mövcud cəza çəkmə müəssisələrinin də infrastrukturunun yaxşılaşdırılması istiqamətində addımlar atılır. Yəni cari təmirlər, əsaslı təmir prosesi baş verir. Və bu çox vacib məsələdir. Yəni o saxlanma şəraiti. Yəni insani saxlanma şəraiti. Bu xeyli dərəcədə demək olar ki, bütün cəza çəkmə müəssisəsini əhatə etməkdədir. Qida məsələsi daxildir. Qida məsələsi, yüksək keyfiyyətli qida məsələsi. Hər bir cəza çəkmə müəssisəsində artıq bilirsiniz, bu çörək bişirmə sexləri var. Özləri çörək bişirirlər, özü çox yüksək keyfiyyətli çörək. Yeməklə bağlı. Satın almalar burada çox yüksək şəffaflıq şəraitində həyata keçirilir. Demək olar ki, biz cəza çəkmə müəssisələrini monitorinq edirik və orada görürük ki, yeməyin keyfiyyətində əhəmiyyətli dəyişikliklər baş verir. Xüsusən son illərdə penitensiar xidmətin rəhbərliyinin dəyişməsi, Ədliyyə Nazirliyində yeni kadr silahlar, yenilənmə, bütün bunlar istər-istəməz penitensiar xidmətin də bütövlükdə fəaliyyətinə təsir göstərmişdir. Bax, bu baxımdan. Digər tərəfdən korrupsiya hallarının tamamilə aradan qaldırılması əhəmiyyətli. Bu günləri görüşlə bağlı məsələlər, ətraf mühitlə məhkumların əlaqəsi daha genişlənmişdir. İndi eyni zamanda qanunverici dəyişikliklər baş verir. Hətta bir sıra cinayətlərə görə məhkum olunmuş şəxslər deməli Skype vasitəsilə öz yaxınlarına əlaqə saxlamaq imkanına malikdir. Əvvəllər belə yoxdur. Digər tərəfdən bu günlərəcə qaynar xətt penitensiar xidmətdə yaradılmışdır. İstənilən məhkum ailəsi istənilən vaxt həmin qaynar xəttə müraciət etməklə, zəng etməklə öz problemlərini təqdim edə bilər. Bu da nədir? Və bu nəyə gətirir? Bu ona gətirib çıxardır. Həmin dərhal elektron qaydadır. O birbaşa penitensiar xidmətin rəhbərliyinin stolunun üstünə gəlir, Nizamda Ədliyyə Nazirliyi. Və dərhal da vəziyyətlə bağlı operativ qərarlar qəbul edir. Bu da çox əhəmiyyətli məsələdir. Digər tərəfdən, indi ən vacib məsələlərdən biri ondan o Sovet dövründə yaranmış həbsxana o tamam biz ondan yenidir. Yeni normativlər vardır. Belə məhkumların hüquqları genişdir. İndi məzuniyyət hüququnun tətbiq edilməsi vardır. Ailə bir hüquq da əlbəttə eləmək istəyirlər. Artıq edilir və bu proses məzuniyyətə buraxılır. Gözü yaxşı yaparsa, bu böyük ictimai təhlükəli olmayan az ağır cinayət etmiş məhkumlarla bağlıdır. Onlar bir həftəlik məzuniyyətə buraxıla bilərlər. Artıq bir çox bu tətbiq olunur. Amma eyni zamanda digər məsələlərdə, digər cinayət etmiş şəxslərin onlarla bağlı da bu məsələ öyrənilir ki, onlar da gələcəkdə məzuniyyətə buraxılması, əgər yaxşı davranış məsələsi. Yəni, stimullaşdırma məsələləri çox vacib məsələdir. Əsas məsələ bundan ibarət cəza çəkmə şəxsin yalnız cəzalandırma, həm də reabilitasiya imkanları genişlənməsidir. Alternativ həllər, bax, bayaqları söylədiniz, azaldan məhkum etməklə əlaqədar olmayan cəza, yəni alternativ cəzaların tətbiq edilməsi praktikası daha da genişlənməsi çox vacib bir məsələlərdən biridir. Digər tərəfdən, məhkumlar hal-hazırda yeni peşələrə yiyələnirlər. Həm də bu peşələr cəmiyyətin ehtiyacı olan peşələrdir. Ənənəvi peşələr deyildir. Və bu peşə təhsilinin yaşlaşdırılması ilə bağlı Cənab Prezident tərəfindən fərman oldu. Və indi bu baxımdan o yeni peşələrin
ehtiyacların ölməsi, yeni peşələrə uyğunlaşdırma və o infrastrukturun yaradılması prosesi başlanmış. Mən bu məsələ digər tərəfdən mən bir sual soruşmaq istəyirəm. Siz bu qədər saydınız. Mən belə görürəm ki, o ənənəvi amma bir də həbsxana təsəvvüründən xeyli dəyişikliklər xeyli dəyişik. Amma bu demək deyil ki, problem yoxdur. Mən bu cəza ilə bağlı bilmək istəyirdim ki, bu cəzaların verilməsi, sıxlıq tutan, həbsxanadakı vəziyyət bu məhkəmələrlə əlaqəli şəkildə varmı? Ta ki, hakimlər ağır cəza təyin edərkən bütün bu dediyiniz şərtləri nəzərə alırlarmı? Yoxsa məhkəmələr tam belə öz qərarlarını verirlər və pensiya sistemi nə edəcək özü bilər. Burada necə bir qarşılıqlı anlaşma varmı məsələn? Mən düşünürəm ki, burada bir cəza siyasətinin humanistləşdirilməsi prinsipi bu bütün strukturlara aiddir. Bu həm məhkəmə hakimiyyətinə aiddir, həm icra hakimiyyətinə aiddir. Eyni zamanda onun alt qruplarla bağlı məsələ var, hakimlərin özlə məsələ, eyni zamanda pensiya xidmət və digər qurumlar hamısına aid olan, probasiya və digər hamısına aid olan bir məsələlərdir. Humanistləşdirmə. Humanistləşdirmə həm cəzanın təyin edilmə prosesidir, həm də cəzanın icrası prosesindədir. Yəni humanizm yalnız cəza təyin etmə məsələsi, cəzanın icrası prosesini həyat etməlidir, həm də cəza təyin etmə prosesində həyat etməlidir. Yəni humanizmə biz bütöv halda o bütöv sikl kimi baxmalıyıq. Bu baxımdan hesab edirəm. Onlar da prosesindədirlər. Və o olmalıdırlar bütün hallarda və mən düşünürəm ki, əlbəttə ki, bizim məhkəmələr tərəfindən vaxtından əvvəl şərti azad etmə institutunun daha da geniş miqyasda tətbiqinə zərurət var. Daha geniş miqyasda. İndi hal-hazırda Ədliyyə Nazirliyində yeni bir komissiya yaradılıb. Bu vaxtından əvvəl hansı şəxslər ki, vaxtından əvvəl şərti azad etdiyi və ya belə deyil, rejim növünün yaxşılaşdırılması hüququ yaranırsa, onlarla bağlı bütün müraciətlər avtomatik qaydada onlara daxil olur. Komissiya o rəyləri hazırlayıb təqdim edəcəkdir məhkəmələrə. Bu əvvəl də vardı, bunun daha da təkmilləşməsi prosesi gedir. Heç şübhəsiz ki, burada bu komissiyanın tərkibində vətəndaş cəmiyyətinin nümayəndələrinin də olması yaxşı olardı. Güman edirəm ki, bu məsələyə də diqqət yetiriləcəkdir. Çünki bütövlükdə proses, yaxşı proseslər var, yaxşı təşəbbüslər var. Amma eyni zamanda yaxşı təşəbbüslərin bütövlükdən də ictimai iştirakçılıq tərəfi də tam təmin olunmalıdır ki, cəmiyyət daha sürətli xəbərdar olsun. Nə baş verir, necə baş verir bütövlükdə. Bəzi hallarda işlər görür, onun işinin təqdimatı yoxdur. Digər tərəfdən, vacib məsələlərdən biri ondan ibarət. Biz hər zaman məhkumları deyil, heç şübhəsiz ki, biz məhkumlar üçün maksimum elə şərait yaratmalıyıq ki, onlar azadlığa hazır olsunlar çıxanda. Çünki bir çox hallarda cəza çəkəndə onlar bir çox vərdişlər unudurlar. Mülki həyatda yaratır. Mülki həyatda yaradılmış vərdişlərə qayıtmaq üçün isə təbii ki, uyğun, adekvat, adaptasiya edilmiş bir şəraitin olması çox vacib bir məsələdir. Bununla bağlı. Amma eyni zamanda biz düşünürük ki, həm də burada məhkumlar üzərində nəzarəti həyata keçirilən pensiya xidmətin əməkdaşlarının da sosial vəziyyətini yaxşılaşdırmasının zərurət vardır. Təsəvvür edin. Bu günlər pensiya xidmətdə işləyən şəxslər yalnız axşam evlərinə gedəndə məhkumlardan ayrılır. Bütün vaxt onlar məhkumların eyni şəraitdədir. Fərq yoxdur. Amma onların əmək haqqı sosial müdafiəsi ilə bağlı məsələlərdə hesab edirəm ki, müəyyən dəyişikliklər olmalıdır. Əgər bugün onlar 608 və ya 1000 manat həcmində işin belə deyək ki, vəzifədən asılı olaraq, stajdan asılı olaraq söhbət, bu elə yüksək əmək haqqı deyil. Bu və dünyanın bir çox ölkələrində fərqli bir yanaşmalar vardır. Bonus sistemi vardır burada. Eyni zamanda əmək haqqı onlar xüsusi təhlükəli risk şəraitində işləyən şəxslərdir. Risklə bağlı əlavə ödənişlər olmalıdır. Var ödənişlər, amma çox aşağı ödənişlərdir. Ümumiyyətlə, və yaxud o tip məsələsinin hər bir cəza çəkmə müəssisəsində tip hissəsi vardır, müalicə müəssisələri vardır. Amma orada da əmək haqqılar yenə də aşağıdır, 600, 500, 700 həcmindədir. Və bütövlükdə bu sistemdə sosial müdafiə sistemi dəyişmək. İpotekadan, daha əlverişli, imtiyazlı ipotekadan istifadə etmək məsələlər olmalıdır. Cəza çəkmə müəssisəsində pensiya xidmətinin əməkdaşları ailə üzvlərinin müəyyən belə deyək ki, hüquqları, imtiyazları olmalıdır. Onlar ailə, uşaq, çünki demək olar ki, onlar uşaq üzü görmürlər çox zaman. Bilirsiniz, daimi orada da o prosesdədirlər və eyni zamanda psixoloji razqruska məsələsi. Çox vacib məsələlərdən biri də ondan ibarət ki, bu günləri biz hesab edirəm ki, cəza çəkmə məsələsi psixoloqlar vardır, amma bu psixoloqların miqyası genişlənməlidir. Çünki psixoloji dəstək çox vacib məsələdir. Çünki daimi o naqruskadadır, yük altındadır. Yəni, psixoloji stres vəziyyətidir onlar. Həm məhkumların özü stres, çünki cəza çəkən azadlıqda məhrum olmuş şəxs nədir? O stres vəziyyətində, ümumiyyətlə belə bax. Həm də ona görə də bax, bu məsələ ilə bağlı düşünürəm ki, yenidən qiymətləndirilməsi, əmək haqqı sisteminin yenidən qiymətləndirilməsi baş verir. Ən azı
cəza çəkmə müəssisəsinin Siz daha yaxşı bilirsiniz xidmətin onların təması. çalışanların əmək haqqısı digər hüquq mühafizə orqanlarının əmək haqqına çatdırılmalıdır. Çünki onlar oxşar iş görürlər. Onlar oxşar iş görürlər və ona görə də burada lazımdır. Mən bir məsələni də sizdən müzakirə etmək istəyirəm. Yəni bayaqdan bu həbsxana sistemindəki dəyişiklikləri sadalayırsınız. Yəni mən demək istəyirəm ki, bütün sistemə bütöv baxmaq lazım. Məhkum o sistemin bir elementidir, bir segmentidir, personal, eyni zamanda ətraf mühit və digər. Onu bütöv halda baxmalı. Bütöv halda baxanda onda məsələləri daha problemləri də görmək olur, həll yollarını da daha adres. Sadalayırsınız bu pensiya sistemindəki müəyyən dəyişikliklərlə bağlı, yeniliklərlə bağlı o qorxunc Sovet həbsxana təsəvvürünün artıq xeyli dəyişdiyini deyilir və burada müəyyən məlumatlar da çoxdur. Mən nəyə vermək istəyirəm ki, bəs o həmin dövrün bir mirası da bu həbsxanada xüsusi imtiyazlı şəxslərin bu qanuni oğru deyilən və yaxud da avtoritet sisteminin yəni olması hamının fakt bildiyi bir faktdır. Azərbaycan həbsxanalarında bu məsələ necə tənzimlənir? Azərbaycan həbsxanaları hazırki şəraitdə deyirəm. Bütün digər ölkələr, istərsiniz MDB ölkələr deyim, istərsiniz postsovet məkanında olan ölkələrdən tam fərqlidir. Bizdə qanuni oğru yoxdur. Bu gün belə bir sistemin kökündən belə deyək aradan qaldırılır. Azərbaycanda belə bir sistem yoxdur. Bu sistemi cəhdlər ola bilər, kimsə qurmağa çalışsın və yaxud da ki, cəhd eləsin ki. Amma onun mümkün deyil. Bu günlərə cəza çəkmə müəssisələrində mühit elədir ki, bu sistemi yaratmaq üçün onun bir əsasları yoxdur. Nə hüquqi əsasları yoxdur, belə deyək, dırnaq içərisi. Yəni, ikili hüquq yoxdur onlara münasibətdə. Bir legal, bir də qeyri-legal hüquq orada yoxdur. İkinci tərəfdən bunun sosial əsasları yoxdur. Üçüncü tərəfdən yüksək səviyyədə peşəkarlıq, cəza çəkmə müəssisəsinin idarə edilməsinə bağlı peşəkarlıq, bu belə bir fenomenin yenidən həbsxanalara qayıtmasının qarşısını tam sürətdə almışdır və bugün o yoxdur. Kimsə bu iddiada olmaq barədə düşünə bilər, belə deyək, nəzərə baxılmış. Amma onun üçün həyata keçirmək üçün onun nə rıçaqları var, nə resursları var, nə bu cür şərait var, nə də ki, idarə etmədir ki, buna nail ola bilsin. Ona görə bu məsələdə bir mənalıdır. Mən bugün qeyd etmək istədim. Bu da Penitensiar Xidmətin Ədliyyə Nazirliyinin fəaliyyətinin nəticəsidir, mən hesab edirəm burada. Sonuncu sual istəyirəm biləm, nəyə bilmək istəyirəm mən? Azərbaycanda həbsdə olmuş sabiq məhbusların yenidən cinayət törədərək həbsxanaya qayıtması faktları da olur. Mən hətta xatırlayıram, bir neçə il bundan əvvəl güc strukturunda olmuş sabiq nazirlərdən biri demişdi ki, cinayət törətmiş, yenidən azadlığa buraxılmış şəxslərin bir çoxu yenidən cinayət törədərək həbsxanaya qayıdır. Bu yəni nəyi göstərir sizsə? Bu tendensiya nəyi göstərir? Bizdə həbsxana həyat səhvlərini düzəltmək və nəticə çıxarmaq üçün lazımi imkan vermirmi? Yoxsa bu bir sosioloji bir fəsaddır? Siz necə düşünürsünüz bu barədə? Yenidən həbsxanaya düşmək cəhdləri istənmək və ya düşür. Bunun necə baxırsınız? Bunun bir sıra sosial səbəbləri var. Bizdə çox təəssüf ki, bəlkə də mən təəssüf edirəm əlbəttə. Bu şəxs ki, məhkum olur, onlar damğalanmış şəxslər hesab olunur cəmiyyətdə. Cəmiyyət onları öz qucağına ala bilmir, belə deyək. Onu öz daxilində reinteqrasiya etmək vəziyyətinə çatmamışdır hələ bəlkə də. Ona görə bu şəxslər bəzi hallarda azad edilmiş şəxslər yenidən həbsxana həyatına qayıtmağa üstünlük verirlər. Rədd olunmuş insanlar kimi. Rədd olunmuş insanlar, bunu belə də adlanır. Çünki onlar məhkəmədə həm də eyni zamanda cəza çəkmə müəssisələrində yeni bir mədəniyyət yaranır. Sub mədəniyyət deyirlər. Bu, əgər şəxs uzun müddət, bax onu xüsusi olaraq vurğulam, uzun müddət cəza çəkmə müəssisəsində qalırsa, əgər o 8 ildən artıq qalırsa, artıq onun geri qayıtmaq, islah olmaq imkanı bir o qədər azalır. Proporsionallıq məsələsi var. Cəzanın proporsionallıq. Bu kriminologiyanın gəldiyi nəticələrdir, mənim deyil. Və ona görə də bizdə bəzi hallarda biz onu görürük, uzun müddət, daha uzun müddət şəxs cəza çəkmə müəssisələrində qalır. Uzun müddət cəza çəkmə. Bu orta belə deyək ki, 8-9 il olur. Bu belə insanların yeni həyatına, azadlığa çıxanın yeni həyata uyğunlaşması o qədər də asan baş vermir bundan bağlı. Digər tərəfdən iş yerləri ilə bağlı məsələ var. Psixoloji dəstək məsələləri var. Türmədə olan adamları işə götürmək. Bax, onun üçün hökumətin qərarlarına ehtiyac var. Hökumət
Varmı belə qərarlar? vergi daha da sahibkarlara vergi üzləşləri etməlidir ki, əgər sahibkar hər hansı məhkumu işə götürürsə, o vergidən müəyyən üzləşlərə nail sahibkar onu götürə bilsin. Başqa bir məsələ onunla bağlıdır ki, indi Əmək və Ailə Sosial Müdafiəsi Nazirliyi və Ədliyyə Nazirliyi Pensiya Xidmət bütövlükdə hər bir kəs azadlığa çıxmağa az qalmış, 3 ay, 6 ay qalmış onları qeydə alınır və onların ehtiyacları öyrənilir. Hara işə yönəltməklə bağlı, əgər imkan varsa bundan bağlı onlara bu təkliflər verilir. Onların təklifləri eyni zamanda öyrənilir. Bax bu məsələnin, bu sistemin daha belə də sürətli inkişafına ehtiyac var. Başqa bir məsələ. Biz cəza çəkmə müəssisələrində hökumətin bir qərarına ehtiyac var ki, məşğulluğun artırılması ilə bağlı qərar qəbul edilsin. Yəni yeni sifarişlər olsun cəza. Bu yeni sifarişlər nəyə gətirib çıxardır? Bu yeni sifarişlər hər şeydən əvvəl cəza çəkmə məhkum olunmuş şəxslərin əmək vərdişlərinin yaranması və güclənməsi, yeni ixtisaslara yiyələnməsinə gətirib çıxarda bilər. Eyni zamanda onlar sabah azadlığa çıxandan sonra müəyyən maddi imkanlara malik olur. Onlar eyni zamanda ətraf yaxşı bir şey dediniz. Dediniz ki, rədd olunmuş insanlar, cəmiyyətin də deməli onların qəbul edilməsi üçün hansısa bir mexanizm olmalıdır. Bəli, bu cəmiyyət onu belə həll etməlidir öz içərisində. Burada vətəndaş cəmiyyəti ilə bağlı. Vətəndaş cəmiyyəti üzərinə böyük bir, belə deyək ki, iş düşür. Vətəndaş cəmiyyəti bu proseslərdə onların yeni həyata hazırlanması prosesində iştirak etmək, yeni dəstəkçi proqramlar olmalıdır. Eyni zamanda dövlət qurumları bu proseslərdə iştirakı güclənməlidir və daha da genişləyəcək. Yəni yalnız bu yolla özəl sektorun bu prosesə daxil olması məsələsi vacib məsələdir. Özəl sektor bu proseslərdən kənarda qalmışdır. Amma bununla bağlı hər şeydən əvvəl stimullaşdırıcı faktorlar lazımdır ki, bütün bunlar olsun. Çünki onlar əgər əks halda şəxs çıxırsa, cinayət edirsə, bu cinayətin nəticəsində vurulmuş ziyan, inanın ki, onun orada bəlkə də işləməsi prosesi daha ucuz başa gələrdi, nəinki bu. Bu nədir? Həm əxlaqi mühiti korlayır, həm ictimai sosial mühiti korlayır, həm də eyni zamanda dəymiş ziyan olur. Eyni zamanda sabahları onun həbsxanaya gedəndən üçün hər bir məhkum üçün 7-10 min manat məbləğ illik vəsait ona sonra dövlət iqtisadi. Bax, görürsünüz, bütün hallarda dövlətimiz İndi onda maraqlıdır. Sadəcə ona bu prosesləri daha da sürətləndirməyə ehtiyac var ki, daha çox insan azadlıqda olsun, nəinki həbsxanada olsun. Çünki həbsxananın təkcə içi yox, həm də çölü də sonra çıxandan sonra da müəyyən problemlərə gətirib çıxarda bilər. Bu dövlət üçün müəyyən problemlər yaradır, cəmiyyət üçün problemlər, hər bir vətəndaş üçün də problem, həm də hər bir ailə üçün də problem yaradır. Əmman mən təşəkkür edirəm sizə. Çox maraqlı söhbətə görə biz çox təşəkkür edirik. Həyatda heç kim həbsxanaya düşməkdən sığortalanmayıb. Əzizləri həbsdə olan ailələrin hər birinə tezliklə xoş xəbər almağı arzulayıram. Mən təşəkkür edirəm gəldiyinizə görə. Siz aktual gündəmə baxırdınız. Görüşənə qədər. Sağ olun.